Və bu günlərim sizinlə 7-ci səhifəni izahını verəcəm. Körpü nəşrindən birincisi də keçənlərin təkrarı. Gəlin indi birinciyə baxaq. Nə deyir bizə? Birinci sualda deyir ki, verilmiş fikirlərdən biri yanlışdır. Bir həftə 7 gündür. Bax, yanlışı deyir. Yanlışın yaxın mənası nə idi sinonimi? Səhv. Başqa cür necə deyə bilərəm yanlışa? Doğru olmayan. Amma sinonim olaraq doğru, daha doğrusu yanlış və səhv bunlar yaxın mənalıdır. Azərbaycanda inteqrasiya elədik. Bir həftə 7 gündür. Doğru deyilmi? Bəli, amma məndən səhv istəyir ha. Doğruları orada düşünməyək. Doğruları tapaq, amma ən sonda səhv cavabı götürək. Bir həftəmiz 7 gündür. Bəli, düz deyir. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar. Və 7 günümüz var. Bir ildə 12 ay var, bəli. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Amma C variantı nədir? Deyir, bir ildə 3 fəsil var, xeyr. Bir ildə 4 fəslimiz var, qış, yaz, yay, payız. Və hər fəsildə 4 ay var, xeyr. Hər fəsildə 3 ay var. 4 fəslimiz və hər fəsildə 3 ay olduğu üçün 4-ü vuruq 3-ə 12 ay edir. Deməli, bir ilimizdə 3 fəsil yox, 4 fəslimiz var. Deməli, doğru olmayan variant oldu C variantı. Gələk 2-yə. Cədvəllə bağlı doğru fikri müəyyən edin. Baxırıq cədvələ. Heyvanlar verilib və onların qarşısında sayı verilibdir. Mənə nə deyir? Deyir ki, şir və keçilərin cəmi 14-ə bərabərdir. Doğru deyirmi? Gəlin şir və keçilərin cəmi dediyi üçün şirdən keçini toplayaq. Şir 9, keçi 6. Axı 9-dan 6-nın cəmi 15 eləyir. A variantım səhv. Məndən doğru cavab istəyir. Gələk deyir ki, keçilərin sayı itlərdən çoxdur. Keçilər neçə dənədir? 6 dənə. İtlər neçə dənədir? 15. Axı 6 15-dən böyük deyil ki, kiçikdir. Deməli, B variantım da səhv oldu. C variantında deyir ki, itlərin sayı keçilərdən çoxdur. Bəli, bu artıq doğrudur. Çünki itim 15-dir, keçim 6-dır. 15 isə 6-dan nədir? Böyükdür. Ona görə də doğru olan variantımız olur C variantı. Burada məndən doğrunu istəmişdi. Gələk 3-cüyə. Hansı sıradakı ədədlər 5-5 artan sırayla düzülmüşdür? Biz 5-5 artmanı, 2-2 artmanı birincisində keçmişdik. İndi gəlin onları xatırlayaq. 5-5 artmada 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50, 55 və s. Bu cür artırdıq. İndi 13, 15, axı burada 2 artdım mən. Deməli, uyğun gəlmədisə heç ardına baxmıram, atdım getdi. Gəlirik B variantına. 25, 5 artırdım 30, 5 artırdım 35, 5 artırdım 40. Aha, elə B variantıdır. C-yə baxaq. 3, 6, 9, 12. Burada axı 3 şart mı oldu? 3-ün üstünə 3 gəldim 6, 6-nın üstünə 3 gəldim 9, 9-a 3 gəldim 12. Deməli, bu da mənə uyğun deyil. Doğru variantım olur B variantı. Gələk 4-cü suala. Deyir, 7 təhliyi 5 onluq olan ədəd hansıdır? Heç zaman belə məqamda tələsməyin. 7 təhliyi deyir ha. Gedib onluğa 7 yazmayın. Təhliyi, bala yerin yazın. Baladan anıya yer saxlayın. Sonda isə, sona 5 onluğu sona verib ki, sizi dolaşığa salsın. Əvvəl də salıram 5-i. Deməli, cavabım neçə oldu? 57. Deməli, 7 təhliyi 5 onluq olan, yəni 7 balası, 5 anası olan 57-dir. 57 hansı variantdadır? B variantında. Gələk 5-ci suala. Nə tərəfi, nə təpan var. Demişdim, bunların hamısından kəsat hansıdır və bizim fiqurlarımız fərqli idi. Müstəvi fiqurlarımız var idi və bizim fəza fiqurlarımız vardı. Müstəvi fiqurlarımız idi 3 bucaq, 4 bucaqlı, dairə, paralelogram, romb, düz bucaqlı və s. 5 bucaqlı, 6 bucaqlı. Fəza fiqurlarımız kub, kuboid, paralelepiped, düz bucaqlı paralelepiped başqa cür deməli kuboid də deyə bilirik. Kürə, konus, silindir və s. Prizma, piramida və s. İndi bizdə müstəvi fiqurlarını verir. Paralelogramı 3 bucağı və kürəni. Bilirik ki, paralelogramın 4 təpə nöqtəsi və 4 üzü deməli tərəfi var. 3 bucağın 3 təpə nöqtəsi 3 tərəfi var, amma kürə onların hamısından kasıbdır. Heç nəyə yoxdur onun. Nə təpəsi nöqtəsi var, nə tərəfi var, nə üzü var, heç nə. Ona görə də C variantı mənim uyğun fiqurumdur. Ayın 19 səhifəli kitabın 12 səhifəsini oxudu. 19 səhifənin 12-sini oxumuşunuzu görəsən nə qədər qalıb? Bunu bilmək üçün 19-dan çıxıram 12-ni. 9-dan bir dənə inteqrasiya ilə əvvəl öyrəndiklərimdə təhlillərdən çıxmıyor. 9-dan 2-sini çıxanda 7 etmirdimi? 19-dan da 12-sini çıxanda yenə onluqlar burada ölür. 9-dan 2-sini çıxıram 7, onluğa da heç nəyə qalmamışdı. Deməli, doğru cavabımız olur neçə? A variantı. Gələk 7-yə. Verilmiş oyuncağı hansı pullar ilə almaq olar? Bax, burada çox diqqətli məqam, hər zaman sizə söylədiyim kimi. 12 manatdır mənim pingvinimin qiyməti. İndi A variantına baxaq. Deyir, bir dənə 5 manatlıq, bir dənə 2 manatlıq verin, bir dənə də
5 manatlıq verim. Mən 5 manatlıq deyə pul kağız əskinazım var da. Amma mən 2 manatlıq deyə kağız əskinazım var. Hə deyəcəksən müəllim 2 dənə 1 manatım 2 manatlıq eləyir da. Eləyir. Amma 2 manatlıq deyə pul var. Ayrıca əlimə tutum deyim ki, bu 2 manatlıqdır, xeyr. 2 dənə 1 manatlığı qoyanda o 2 manat olur da. 2 manatlıq deyə pul yoxdur, axı əskinaz yoxdur. Ona görə nə olsun ki, mənim cavabım 12 eləyirdi. Bunu atdım getdi. Gəlir bir variantını yazıb ki, 10 manatdan 2 manat versəm mən pingvin ola bilərəm. Axı mənim 2 manatlıq deyə əskinazım yoxdur. 10 manat, 2 dənə də 1 manat yazsaydı, götürərdim. Deməli, bu da doğru olmuyor. C variantına gələk. 10 manat və 1 manat 1 manat yazıb. Göz 2 dənə 1 manatlıq yazıbdır. Ona görə də götürürəm C variantını. Bir dənə 10 manatlıq sayıram, 2 dənə də 1 manatlıq sayıram, pingvini alıram. Gələk 8-ə. Hansının kütləsi daha yüngüldür? Baxaq. Burada lələk var, pomidor var, pişik var. Yəni lələyim ən yüngülüdür. Əgər kitabda səhv görmürəmsə, lələk kimi görürəm mən bunu hal-hazırda ekranda. Ona görə də ən yüngülüm çəkisinə görə bilirdik ki, ən kiçik milliqramdır, qramdır, kiloqramdır ağırlıqları ölçəndə. Ən yüngülüm hansı oldu? Lələk. Sonra gələk 9-a, deyir ki, Akifin 20 karandaşı var. Atası ona bir neçə karandaş aldıqdan sonra 32 karandaşı oldu. Balam, bunun 20 karandaşı var imiş da. Axırda da nə qədərsə alandan sonra bunun 32 karandaşı olubdu mu? Olubdu. İndi biz tapmaq üçün ki, Akifin atası buna neçə karandaş almışdı, o dəqiqə 32-dən çıxıram. 20-ni tapıram. 2-dən 0-ın çıxanda 2, baladan balanın çıxdı. Anadan ananın çıxanda 3-dən 2-sinin çıxanda 1. Cavabımız elədi neçə? 12. Qaydaq əvvələ indi. Deyir ki, Gülnar evə gələndə saat 4 tamam idi. Qardaşı ondan 3 saat əvvəl gəlmişdi. Gülnar evə gələndə 4 tamam idisə və qardaşı ondan 3 saat əvvəl gəlibsə, 4-dən çıxacam üçün olsun əvvəl məsələsi var. Elə əvvəl olanda onsuz əvvələ qaydında çıxırıq, o söhbət yox. Amma 4-də mən gəlmişəm, məndən də 3 saat əvvəl qardaşım, bacım gəlibsə, deməli ki, mənim bacım məndən 3 saat əvvəl gəlib də. O dəqiqə 4-dən çıxıram üçün. Tapıram ki, saat 1-də gəlibmiş. Bu da 7-ci səhifənin izahı idi. Növbəti izahlarda görüşərik.